Salam hər kəsə. Bu videoda sizə 9-cu sinif dərsliyinin Unit 4-ündəki olan Mistake Detector bölməsini izah edəcəm. İzaha keçməmişdən əvvəl onu deyim ki, kanala abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Read the sentences, cümlələri oxuyun. Some of the shaded words and phrases have mistakes. Kölgələnmiş bəzi sözlərin və frazaların, yəni söz birləşmələrində səhvlər var. Find 10 mistakes and correct them. 10 səhvi tap və onu düzəlt. Yəni 14 cümlə olsa da, cəmi burada 10 səhv var və diqqətli olaq ki, bəzi cümlələrdə 2 dənə kölgələnmiş hissə var. Gəlin birinci cümləmizi oxuyaq. After the earthquake, the brave firefighters were rescued by many people and together they all survived the difficult situation. Baxın, were rescued burada məchul növdədir və özündən sonra tamamlıq gəlib. Əgər məchul növdədirsə, özündən sonra tamamlıq gəlibsə, demək bu cümlədə səhvlik var. İndi gəlin tərcümə edək. Deyir ki, zəlzələdən sonra cəsur yanğın söndürənlər çoxlu insanı xilas edildilər. Çoxlu insanı xilas edildilər, yox, çoxlu insanı xilas etdilər. Yəni rescued burada keçmiş sadə zamanda məlum növdə olmalıydı. Ona görə burada səhv bu olacaq. Demək bizim oldu bir səhvimiz. Birinci cümlədə səhvlik var və were burada artıqdır. Doğru cavabınız olacaq nə? Rescued olacaq. Ona görə were buradan sildik. İkinci cümləmizə baxaq. The difficult task of coping with, cope with-lə işlənir, doğrudur. Zero gravity was practiced by the astronauts during their training. Bəli, heç bir problem yoxdur. Was practiced burada məchul növdədir. Bilirik ki, by astronavtlar tərəfindən mənasında işlənir. Yəni, burada heç bir problem yoxdur. Cope-dakı with-lə işlənir. İkinci cümləmiz doğrudur. Üçüncüyə baxırıq. The research on stars and galaxies is conducting at the Space Agency this month. Baxın, deyir ki, ulduzlar və qalaksi üzərindəki tədqiqat bu ay Kosmos agentliyində conducting-də belə deyək, tədqiqat aparılır onun üzərində. Tədqiqat aparır, yox, aparılır olmalıdır. Yəni, burada tədqiqat özü apara bilməz ki, tədqiqat aparılır, məchul növdə olmalıydı. Ona görə is conducting yox, olmalıydı. Davam edici zamanın məchul növü is being conducted. Düzgün cavab olmalıydı. Is being conducted. 3 də doğru olmayacaq. Demək, 2 səhvimiz oldu artıq. Dördüncüyə baxırıq. The amazing scientists are pushed the limits of space exploration. Baxın, tərcümə etməyəcəm. Pushdan sonra tamamlıq gəlib. The limits of space. Demək, bu məchul növdə olmamalıdır. Məlum növdə olmalıdır. Yəni, burada artıq to be səhvdir. Are olmamalıydı. Push the limits olmalıdır. Push the limits bilirik ki, yəni o sınırları aşmaq deməkdir. Yəni potensialından da o tərəfə keçmək, daha artığın etmək mənasında işlənilir. Beşinciyə baxıq. A space station will be built by engineers to help astronauts live and work in space. Quruluşda səhv yoxdur, sadəcə bilirik ki, build-in 3-cü forması nədir? Build-dir. Ona görə burada da olacaq build. D yox, T olmalıydı. Burada da artıq səhv var. Neçə səhvimiz oldu? 4 dənə səhvimiz var artıq. 6-cı cümləyə baxırıq. The famous vlogger went to space and was made cool videos of our planet. Deyir ki, məşhur bloger kosmosa getdi və bizim planetimizin coolda daha gözəl videolarını hazırladı. Burada isə hazırlandı yazdı. Axı, blogerdə insan hazırlayıb, məlum növdə olmalıdır. Baxın, həm də tamamlıq gəlib. Was made yox, made olmalıydı. 7-ciyə baxırıq. My brother wants to became yazılıb. Became yox, become olmalıdır. Bilirik ki, to infinitivdən sonra fail öz base formada, əsas formasında olmalıdır. Become an astronaut. Qardaşım deyir, astronot olmaq istəyir. And explore the unknown planets in our solar system. Günəş sistemimizdəki bilinməyən planetləri tapmaq istər. Explore, bəli, problem yoxdur, doğrudur. Demək, bir səhvimiz də burada oldu artıq. 8-ciyə baxırıq. During the winters, bears go into isolation to stay warm and safe. Bəli, cümlədə problem yoxdur. Go into isolation mənası nədir? İzolyasiya, yəni təcrid olunmaq artıq
özünü izolyasiya etmək, kənara çıxmamaq, çölə çıxmamaq mənasında gedir. Safe də sifətdir, bəli, isti və təhlükəsiz qalmaq üçün burada heç bir problem yoxdur, doğrudur. 9-a baxırıq. The exciting space adventure will make place next month. Will make place yox, will take place. Baş vermək. Baş vermək will take place-dir. Make place yox. Deyir ki, növbəti kosmos macəra, daha həyəcanlı kosmos macərası növbəti ay baş verəcək, gələn ay. Exciting-də burada heç bir problem yoxdur. Space adventure-ni təyin edir. 10-cuya baxırıq. A new school building, yeni məktəb binası. Baxın, görürsünüz, construct-dan sonra tamamlıq yoxdur demək. Məhsul növbədir. Is being constructed in Laçın. Laçında inşa edilir. It will be ready soon. Tezliklə hazır olacaq. Burada da problem yoxdur, doğrudur. 11-ciyə baxırıq. A book about the future of the planet are being written. Are being yox, is being olmalıydı. Çünki cümlənin mübtədasında söz önü varsa, söz önündən əvvələ baxırıq. Book da təkdə olduğuna görə xəbər də tək olmalıdır. Yenə bir səhvimiz oldu. 12-yə baxırıq. A book about 100 cookies were baked by Sarah yesterday. Problem yoxdur. Deyir ki, təxminən 100 peçeniya dünən Sara tərəfindən hazırlandı. Peçeniya özü hazırlaya bilməz, hazırlanar, bişirirlər. Ona görə də məchul növbədə doğrudur. 13-ə baxırıq. A new university is going to be opened in Xankəndi and we are all excited about this great news. Is going to be open, yəni açılacaq deyir. Xankəndində yeni bir universitet açılacaq. Bu doğrudur. Məchul növdə bilirik ki, to be going to-nun məchul növündə necə olur? Is going to-dan sonra be verir, fe'l 3-cü formadır. Amma səhv burada this great news, news sayılmayan isimdir. This burada cəmdə verə bilmərik, təkdə verməliyik. This great news olmalıdır. Və sonuncu 14-ə baxırıq. Planet Earth is our home planet. Deyir ki, yer planeti bizim doğma planetimizdir. Because, çünki let's take care of it and save it for the future. Çünki gəlmə onun qayğısına qalaq yox. Ona görə də onun qayğısına qalıb onu gələcəyimiz üçün qoruyaq. So olmalıdır. Gəlin indi sayaq görək. 10 dənə səhvimiz varmı yoxsa daha çoxdur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə saydıq deyəsən, səhv eləmirəmsə. Yox, düzdür, 10 səhvdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bəli, 10 səhv var, problem yoxdur. Bir daha deyim, kanala abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Hələlik.